Sosialist Turan dövləti qurmaq istəyən Mirseyid Sultanqaliyev. Mirseyid Sultanqaliyev 1892-ci ildə Başqırdistanda, Elimbetova kəndində çox uşaqlı kasıb tatar ailəsində doğulub. İlk təhsilini atasından alıb. Sonra Kazanda Tatar Pedaqoji İnstitutunda oxuyub. Mirseyid bir müddət müəllimlik edib. Eyni zamanda Ufa Bələdiyyə kitabxanasında işləyib. Ufimski Vesnik və Tormuz qəzetlərində yazılar dərc edib. Həm də Mir İslama müsəlman jurnalı üçün də məqalələr yazıb. 1915-ci ildə Sultanqaliyev Bakıya gəlir və müəllimliyə başlayır. Həmin illərdə Açıq Söz və Kafkaskaya Slova qəzetlərində məqalələrlə çıxış edib. 1917-ci il oktyabr inqilabından sonra Rusiya Müsəlmanları Konqresində iştirak etmək üçün Moskvaya dəvət edilib. Kazana qayıdan kimi Müsəlman Sosialist Komitəsinə qoşulub. Molla Nur Vahidov və Mirseyid komitənin ən məşhur iki şəxsi idi. Mirseyid Sultanqaliyev Kommunist Partiyasına üzv olub və Sovet Xalq Komissarlığında ikinci katib vəzifəsini tutub. ...1917-ci il noyabrın 24-də Lenin və Stalinin imzası ilə Rusiyanın və Şərqin bütün zəhmətkeş müsəlmanlarına müraciəti yayımlanır. Bu, Mirseyid Sultanqaliyev və ətrafını bolşeviklərlə işbirliyinə sövq edir. 1918-ci ilin yanvarında qurulan və Sultanqaliyevin də üzvü olduğu Mərkəzi Müsəlman Komissarlığına geniş səlahiyyətlər verilir. Həmin ilin martında Moskvada Rusiya Müsəlman Fəhlələrinin konfransında müstəqil Müsəlman Sosialist Kommunist Partiyasının qurulmasına qərar verilir. Molla Nur Vahidov və Mirseyid Sultanqaliyev müsəlmanları Müsəlman Sosialist Kommunist Partiyasına üzv olmağa çağırırdılar. Hətta Sultanqaliyev yerli zabitlərlə birlikdə sayı 50 minə yaxınlaşan müsəlman qırmızı ordusunu qurur. Çar İmperiyasının müsəlman bölgələrində sosialist inqilabı başlatmağı və Tatar-Başqırt dövləti quraraq Rusiyadan ayrılmağı planlaşdırırdı. Bütün bunlar bolşevikləri və Moskvanı narahat edir, millətçilik kimi qəbul olunurdu. Türk İslam dünyasının birliyi Sultanqaliyevin böyük ideyalarından biri idi. O, Turan Sosialist Federativ Cumhuriyyətlər Birliyini qurmaq istəyirdi. Sultanqaliyevə görə qurulacaq Tatar-Başqırt dövləti bu inqilabı bütün şərqə yayacaqdı. Bakıda keçirilən 1-ci Şərq Xalqları Qurultayının ideyasının verilməsində Mirseyid Sultanqaliyevin də xüsusi rolu olub. Bu qurultayı Türk müsəlman xalqlarını həmrəylik və azadlığa qovuşmağa aparan yol olaraq görürdü. Lakin bolşevik rəhbərliyinə qarşı kəskin tənqidi fikirlərinə görə Moskva onun qurultayda iştirakına mane olur. Bakıdakı qurultaydan dərhal sonra 1920-ci ilin oktyabrında Müsəlman Qırmızı Ordusu da buraxılır. 300 minə yaxın heyəti isə Qırmızı Ordunun tərkibinə verilir. Sultanqaliyevin səlahiyyətləri Moskvadakı kiçik bir büronun rəhbəri vəzifəsinə qədər məhdudlaşdırılır. Kommunist Partiyasının iclasında çıxış edən Stalin Sultanqaliyevi panislamizm və pantürkizmdə ittiham edir.
1923-cü ildə Kommunist Partiyasının 4-cü konqresində iştirak edən Sultan Qaliyev Sovet İttifaqına qarşı gizli fəaliyyətdə və xarici dövlətlərlə əməkdaşlıqda ittiham edilərək həbs olunur. Lakin gənc ikən Bolşevik inqilabına verdiyi dəstəyə görə azad edilir. 5 il sonra yenidən həbs olunur və 1929-cu ildə 10 il müddətinə Solovki həbs düşərgəsinə göndərilir. Sultan Qaliyev Stalinin əmrinə əsasən əks-inqilabçı, millətçi damğası ilə 1940-cı il yanvarın 28-də Moskvada Lefertova həbsxanasında güllələnib. Həyat yoldaşı Fatimə də həbs edilib və ölüm düşərgəsində həlak olub. Oğlu Murad ruhi xəstəxanaya salınıb, qızı Gülnar sürgünə göndərilib və orada intihar edib. Mirseyid Sultan Qaliyev ölümündən 50 il sonra 1990-cı ildə bəraət alıb.